Biz qınadığımız anamıza oxşama ehtimalımız %100'dür. 100%. Buna nəsil karması deyirlər. Bu ayrı mövzudur. Nəsil karması nə deyir? Nə vaxta kimi sən deyəcəksən ki, mən anama oxşamayacam heç vaxt. Mən atama oxşamayacam heç vaxt. Mənim atamla anamın arasında olan münasibət mənim ailəmdə olmayacaq dediyin andan sən artıq onu aktivləşdirirsən. Sən anava oxşuyursan, münasibətin yoldaşın atava oxşuyur, münasibətiniz də eyni ilə atana, ananı kopyalayırsan. Uşaqlarınız da sizə oxşuyur. Uşaqların da sənə oxşuyur. Uşaqların da böyüyəndə sənin haqqında, sən öz anavın haqqında dediklərini deyəcək. Niyə? Çünki mən iyerarxiya qanununu pozuram. Mən deyirəm ki, siz məndən az bilirsiniz. Mən sizdən ağıllıyam, mən sizi qəbul eləmirəm. Dank mənə kainat təpəsi üstə bir dənə qapaz. Get anavın yaşadığını betərin yaşa. O biz deyirik, mama, sən buna niyə dözdün? Deyirik də, düzdürmü? Mən olsam dözməzdim. Bəlkə heç demirik, amma içdən içə deyirik. Anamızı bəzən aciz görürük. Gücsüz görürük. Onun yaşadıqlarını mən yaşamayacağam deyirəm. Misal üçün, mən özümdən deyim ki, anamın atamla olan münasibətində mən deyirdim ki, mən heç vaxt belə bir kişi ilə ailə qurmaram. Baxıram ki, mən elə həmin kişi ilə ailə qurmuşam. Adı, familiyası başqadır, Bəli. amma eyni obrazdır. Eyni Amma indi mən anam kimi qurban olmaq istəmirəm. Nə qədər ki deyirsən istəmirəm, bir o qədər də o vəziyyətə gedirsiniz. Vəziyyət sizi, baxmayaraq ki, siz bəlkə güclü ola bilərsiniz, hardasa deyirsən ki, ay da mamama oxşuyuram. Və yaxud da nənəvi, anavı qınayırsan, deyirsən ki, nə zəifsiz, mən olsam, mən güclü olacam. Mən ekonomi, məsəl üçün, ekonomi vəziyyətimi gücləndirəcəm ki, mama, sənin kimi asılı qalmayım. Dank. Getdin, gücləndirdin. Amma elə asılı qalırsan ki. Və 2 qat, 3 qat betərini yaşayırsan. Sənə iyerarxiya sistemi, karma, kainat göstərir ki, qınayırdın, nə oldu bəs? Elə də çıx da bu vəziyyətdən də, görsən çıxa bilmirsən. Bu həm də bəylərə şamil olunur. Bəylərə də aiddir, bəli. Oğlanlarımız əgər ataları haqqında belə düşünürsə ki, nə tökübsə, onu da yığacaq. Bəli, bəli. Burada nə gedir, nə etmək lazımdır? Qəbul. Anamızı Qınamadan. Anamızın axı, nənəmizin, anamızın, nənəsinin, anasının bir gücləri olub da, düzdürmü? Onlar sadəcə bizim gördüyümüz kimi aciz qadın olmayıblar. Biz belə düşünə bilərik. Çünki bu egosal bir vəziyyətdir. Yəni egosal olaraq mən belə düşünə bilərəm. Mən onun gücünü qəbul eləyirəm. Mən başa düşürəm ki, mama, sən 90-cı illərdə və yaxud da nənə, sən o 41-45-də bu vəziyyətdən bu cür çıxmısansa, sənə halal olsun. Sən hələ bunu belə yaşayıb ortaya çıxarda bilmisənsə, sənə halal olsun. Mən sənin gücünü götürürəm. Sənin mənfi tərəfi də, müsbət tərəfi də mən olduğu kimi qəbul eləyirəm. Amma mən belə deyim də, güclünü qəbul edərək öz həyatımı özüm yaratmağı seçirəm. Amma sən də buradasan. Mən səni atmıram. Nəsil sistemi deyir ki, nə vaxt ki sən deyirsən, mən falan kəsi qəbul eləmirəm. Mən o kimi olmayacağam. Elə gəlirsən, onu da yaşayırsan. Amma nəsili sən olduğun kimi qəbul eləyirsənsə, sevə-sevə, mən səninlə qürur duyuram. Mən səni başa düşürəm. Sistem bilirsiniz, bizi niyə o vəziyyətə salır? Biz insanlar niyə qınayırıq? Biz başa düşmürük axı onları. Yaşadığını bilmirik. Başa düşmürük. Bir misal var. Deyir ki, vaqondaydı bir kişi və oturublar üzbəüz. Bir kişinin uşaqları vaqonu dağıdır. Dağıdır da, yəni ora qaçırlar, bula qaçırlar, bilmir. Kişi deyir ki, mən başladım əsəbləşməyə ki, ay kişi, uşaqlarıma tərbiyə verdi. Bu nə tərbiyəsizlikdir? Və kişi cavab verdi ki, onların analarını mən təzə bastırmışam. Və mən bunu uşaqlarıma necə deyəcəyimi bilmirəm. Və buna müşahidə edən kişi dedi ki, vəziyyət dəyişdimi? Dəyişmədi. Uşaqlar yenə də vaqonda qaçırdı, nə bilim, şuluqluq eləyirdilər, dəcəlli. Dedim, mənim ona baxışım dəyişdi. Və mən rahatlandım. Mən anamın qınadığı, nənəmin qınadığı o həyatı niyə yaşayıram? Ki, onu başa düşüm.